Salamlar. Necəsiz? Bilmirəm, gülmənin necə vurur, nətər görsənir. Nəysə, burada yağmur da var, bir ədəd yağmur var, amma yağmur görsənmək istəmir. Nəysə, məktəbdən yubka deyiblər, geyinin, başımızı ucu əsəb, yəni belə oyun açmağa çalışırlar. Əsəbləşirik, yubka deyəndə biz dəli oluruq ümumiyyətlə. Burada xırtxəşildir. Buranın bir dənə vəziyyətini göstərim sizə. Baxın. Bura baxın. Belə şkaf olar. Bax, hə yağmur. Belə şkaf olar. Mən işlətmirəm şkafı. Görəsən kim işlədir? Mən işlədirəm. Atan işlədir. O, sizin şkafınızdır bala. Neysə, mən niyə böyle görünüyorum acaba? Hər neysə, deməli baxırıq. Bunu giyinmisən də. Yadımda deyil. Təmizə də oxşuyur, çikliyir oxşuyur. Deyəsən giyinilir. Neysə, giyinilmişləri bir qoyuram. Sifətim orada sapsarı görünür, xəbərim var. Sarısınız. Belə sarı deyil mi? Zeynep planşetə də çəkir. Yo, əslində Zeynep planşet qəşəng çəkir. Ama həqiqətən həmişə də çəkir. Sən farkına varmırsan. Onu yatıb yerinə qoydun şimdi. Yox, yəni iş görürəm. Yox. Sən mənə niyə deyirsən ki? Nə istəyirsən? Hə. Qız şkaf olmağı bəllidir. Çoxsu rozu rəngdədir. Ağ rozu. Və bu arada yağmurun rəng tonu dəyişib, şoka düşdüm. Nə rəngdir yağmur? Əvvəllər qırmızıdan zəhləm gedirdi. Yəni nə ağılla zəhləm gedirdi bilmirəm. İndi favori rənglərimdən. Şokdayım. Qırmızı mahnı temalarına çox qəşəng uyur. Hətta bunda stray kitsində pay var. Çünki hardasa bütün mahnılarında qırmızı temadan istifadə edirlər. Yəni sarı rənglər də var. Eşitdiniz, qırmızı rəngi də sevirmiş. Mən bütün rəngləri sevirəm, prosta narıncı biraz az sevirəm. Neysə, bunu atacağım yumağa. Bu şabadalaska vaxtı deyil məncə. Bunu atalım. Məncə də indən sonra kim gələcək Vandaska? Bu səbətdə çirkli səbətli getirəm, kirli səbət. Belə hələ axşam, baxın, dolub səbət. Axşam gəldim, girdim bura ki, yubqanı tapam. Gördüm ki, yol çox səs olacaq. Ona görə çox şey eləmədim. Neysə, axırda bunların hamısı... Onu Zeynep geymişdi. Yox, təmiz əslində, iyi yoxdur. Yəni, təriyi yoxdur. Zeynəb çox təriyən deyil bizdə, hə. Təriyirik, amma qoxusu gələn deyil. Qışqıran bizdə yağmurdur, qışqıran. Bu da ətəyi çiftlidir, bir iki dəfə yəqin geyinib. Bunu da atım. Sabahları bunları da yiyorum ki, altı bazar biz dolu yox. Görək başımıza nə var. Qobustan. Hə. Zeynəb bu şalvarını niyə giymir? Ürəyim gedir bu şalvardan ötürü. Özü əynində də çox qəşəng qalır. Buna baxın. Özündən sallayır, o Zeynep'e olur. Olar ha, olur. Arıqlıyor özlər. Çox qəşəngdir. Yox, ondan demirəm, uzunluqdan deyir. Uzunluğu bu zaten biraz kısa şal vardı deyə. Elə bir ki, ayaq biləyindən biraz yuxarı qalxan şallar da. Qəşəng də olacaq. Sonra bunu giyinib, ayaqlarına baxıram. Hə, bunu da buralar çəkdi. Neysə, dolabımızı düzənləyirik. Görək başımıza nə gəlir. Sonra və ayırd eləyirəm ki, hansı balacadır, hansı böyükdür. Bir-bir şalvarların ətəklərinə baxıram, çəkliləri ayırıram. Çəkli deyəndə palçıqlı bir şey yoxdur orada. Sadəcə onları bir dəfə geyinib, uşaqda qoyub şkafa və indi onları bəzilərini yığacam deyə və gözümə xoş dəyməyənləri də səbətə yığdım və ayırd eləməyə çalışdım ki, hansı balacadır, hansı böyükdür. Ən əsası onu ayırmağa çalışırdım. Yubka, Yağmur, sən ki edib acınki? Sənki. Yox, mən bunu giymiş. Sənki də qara. Yox. Bacıda tüm göy almışdım, sini yukarıya çalan. Ola bilər ondan. Bu səni Yağmurun məktəbə qədər giyindiyi yubqası. Ay, yubqa qoyuyorum, balaca. Dumbuş çəkir. Ana, Ay, de görüm. məktəbə qədər də onu geyinirdim. Hələ biz birinci sinifə keçəndə də bir Bunu dəyişik. ya Zeynep giyinə bilər. Geyinə bilər, ona buraxılışım. Yağmurun almış cins Olar yubqası. amma. Olar olmağına %100. Bunu onda saxlayıram. Şey istəyirəm, ya toya, ya nəyəsə. Sonra belə bir yubqa da var. Onlar qara xoşum gəlir. Amma əynimə olar bu. Nəsə bir kombin, nəsə bir şey eləmək olar Amma da. heç bir şeylə getməz o. Düz, mən də çox sevirəm. O əsas o qabağındakı şəklə görə. Bunu da yağmışa almışdım o vaxt. Sonra balaca oldu. Sonra bulacağım şunu. Bir belə qulaqları var idi, qəşəng. Mən top beləcə. Sonra Zeynəb giyindi bir müddət. Zeynəb giyinəndən sonra Zeynəbə də balaca olduğu üçün Zeynəb də başını buraxdı giyinməyini. Uçu belə qoyum. Mən qattalama şəklim şaka mı? Papaqlı, kapşonkalı şeylər olanda inanırsınız, bilmirəm ki, necə eləyim. Yağmur, sən köynəyində məktəb yarım qolu tapdıq, 44 sənindir. İsti olsa, bunu da ütüləyib qoyaram.
Altdan Ama məncə onu giyinim ya. Mən ceketlə otururam. Qollarım pişir bütün. Zeynəbin jileti bu balaca olur ona, hə? Nə bilim. Gerek yoxlasın. Özü evdə değildi ya. Adam bilmir ne olsun. Yağmurun, yağmış. Sen kofta olur ya aynı ama. Hələ də olur. Olur. Hı. Bax böyük idi biraz. Böyük almışdım çünkü. Amma deyirəm ki, mən səvcə ceketlə 140 otururam. deyil. Sən mənim yan qolumu ütülə də. Mən olsa səvcə ceketlə otururam. Uzun qolla giyinəndə pişirəm. Ha olur. Bu gün onu giyinim. Görüm yufkan tapsam ütüləyərəm. Hı. Nazik ceket. Amma mən daha çox şalvarla yarım qol daha uyğun gəlir məncə. Ya yubka ilə də uyğun gəlir, amma nəsə yarım qolla şalvar qəşəng görünür. Balaca olacaq bu şey. Ha. O mega balaca olur. Zeynəbə də balaca olar ha. Bəzi şeyler var ki, gərək Zeynəbə yoxluyum. Ondan sonra. Zeynəbə də balaca olur. Ay buna bak. Yanmış senin. Bunu ya Zeynep'te giyindi. Hele bunu bir defa itirmiştik de mektepte yadında. Teknik gördüğü şeydən hansı var? Bu da öldü. Jakertiliydi o. Hə? Bu da öldü. Neyse paltalar böyle üst üste Mən yığılıyor. məktəbdə hər şeyi itirirdim. Ha. Meday. Bu jaketlerimizdi. O altdakı mən olacaq, əminəm o keçən geyinir. Ha, o mənim, çünkü o mənim jaketimdi bu. Ben verdim size ki giyinin. Ona göre olacak size de. Hele biraz da böyüyəndə də olacak. Burada baxıram ki, görüm Zeynəbə nə giyindirim. Çünki Yağmurun yoxudur, %100 bilirəm. Ən çox da əsas da toya düşünürdüm. Dedim elə açmışkən həm ziyarət, həm ticarət edim. Həm uşaqların məktəb yubqası və koftasını, yarım qollarını çıxardım. Həm də elə tökmüşkən də baxım görüm nə var, nə yox məsəli. Bu yubqanın ətəyində belə remin var idi və bu remin belə rezinka kimi idi və çox narahat bir şeydi. Bunu dedim sökərəm, çıxardaram içindən, görüm nə var, nə yox. Ondan sonra baxarım yubqa necə durur əynində. Videonu hazırlayandan sonra və bunu elədim. Çox da qəşəng qaldı əynlərində. Bir gün çəkib sizinlərdə paylaşacağım. Əvvəlki vəziyyətimi paylaşa bilmirəm çünki çıxartmışam. Hər nəysə, baxıram görürəm ki, Zeynəbin yubqaları, yəni geyimləri daha çox var da. Yağmurun hamısı balacalaşıb keçib Zeynəbə. Yağmur vaşı qalıb elə bir ki, heç nəsizdə, yəni paltarı yoxdur da tapa bilmirəm əyninə razmir. Evdə tapa bilmirəm. Gərək gedəm alış-verişə, sırf Yağmur üçün alış-veriş eləyəm. İnşallah Allahın köməkliyi ilə və arada da cikli paltarları çıxardıram. Bir dəfə geyinib məsəl üçün vadalaskadı məktəbə və yaxud da bir dəfə jaket geyinib qoyublar ora və yaxud da bir dəfə şalvarı cinsi geyinib harasa gediblər. Onu da götürüb yəni qoyublar şkafa. Təbii ki, ortada qalmasın deyə şkafda səliqəli şəkildə qalır deyə. Olaraq yağmur təriyən zamanda koftalarına saralma verir. Yəni təri saralmalar verir və köynəyimin, məktəb köynəyinin qolun altı çox pis bərbat vəziyyətə düşüb. Yəni bir ay qalıb deyə daha almaq istəmədik. Biz keçdik ucu qısa qola. Amma gələnlər mütləq şəkildə yenisini alacağam. Keçən ildə elə elədim. İnanırsınız, kofta tərtəmiz, gül kimi. Sadəcə bir dənə qolun altında bu rəng bizi bezdirdi. Ağırdı Vəli, yəni getdi atası Avropa mağazinindən bir Rexona aldı. Məsləhətlə aldı ki, yəni uşağın qolu bu vəziyyətdədir, koftaların altı bu vəziyyətdədir. Amma belə Yağmur deyim ki, ay aşırı dərəcədə təriyir. Heç də elə bir şey yoxdur. Bizdə ən az təriyən Yağmurdur, yəni ailədə ən az təriyən Yağmurdur. Amma qolunun altında təriyən zamanda köynəyə ləkə verir təri. İndi görək bu Rexona necə olacaqsa, yaxşı olacaqsa, onu da sizinlə paylaşacağım. 12 yaşdan yuxarı, 11-12 yaşdan yuxarı olan uşaqlar üçün çox yəni bu uşaqlar istifadə edə bilər. İndi nəticəsi necə olacaq, onu da sizinlə paylaşacağım. Deməli, biz şkafın polkalarını söktük. Keçdik digər polkalar söktük. Çıxdım şifanerin başına. İndi baxın göstərəcəm sizə. Görün nə hoqqa çıxartmışam şifanerin başına çıxmaqdan ötürü. Ora çıxdım. Baxın deyim. Baxın. Stollar qoymuşam belə tabletka üstünə, çıxmışam ta o başa patoloka. Hər nəysə, axırı orada çıxdıq. Daşı çıxdım, axtardım, tapa bilmədim. Yağmur indi mənə tutmuşdu uşaq var gücü ilə və axırda hardan çıxsa yaşıdı? Alt polkadan. Ən alt polkadan və digər şkafın gözündən. Düz gözümüzün qabağında bir iki dənə paltar var üstündə. Axşam əslində oranı eşələmişdim yüngülcə. Amma gözümə görünməmişdi. Və yubqalar da çıxdı. Zeynəbinki də çıxıb, Yağmurunki də. Gedirəm bunu ütüləyəm. Yağmurda geyinsin. Deməli qızlar, uşaqların bildiz ayaqları, şkaflarını sökmüşdüm. Nə var? Bir dənə yubqa tapacağım. Amma tapdıq bu hissədən, lap aşağıdan, buradan yox, orada baxdıq, burada baxdıq. Yox idi, indi isə mənim vazgeçilməzim. Çox sevirəm bu aralar bunu. Neysə. Silirəm buranı.
Bu arada belə bir jilet üstümə keçirtdim. Və burada Zeynəb sinif yoldaşıyla danışırdı, söhbət edirdi. Maraqlı söhbətlər var idi və məcbur oldum ki, üstdən səs yazma edim yenə. Sadəcə olaraq bir məqama toxunmaq istəyirəm. Deməli, biz canlı açırıq. Təbii ki, bu canlını öz istəyimizlə yox, sadəcə olaraq izləyicilərimizin istəyi ilə, yəni sizin istəyinizlə biz canlı açırıq. Orada söhbət edirik. Yəni, mehribanlaşma, yaxınlaşma, söhbət etmək olur bizdə. Kim hansı mövzuda söhbət etmək istəyir, təbii ki, o haqqda da başlayırıq danışmağa. Bir canlımızda siyasi söhbətlər etmirik, bir də kiminsə şəxsi işindən danışmırıq. Və mən canlımda belə bir şərait yaratmışam ki, heç kəs bir-birini təhqir edə bilməz. Yəni, ümumiyyətlə, buna icazə vermirəm, şərait deyil. Yəni, buna icazə vermirəm. Kimsə bir-birini təhqir edə bilməz və yaxud da ki, kobudluq edə bilməz. Olmaz mənim canlımda. Bir də mənim canlımda kimsə gəlib abunə sayı yığa bilməz. Yəni, qoymuram, icazəm yoxdur. Canlı sahibi mənəm və icazəni də, yəni mən nəyə verirəm, vermirəm, o mənim şəxsi işimdir. Və izləyicilərimin də çox xoşuna gəlir bu qayda. Və bir çox izləyicilərim var ki, daimi izləyicimdir deyə, yəni sizlər sağ olun, var olun, bizi canlıda daima olursunuz, dəstəkləyirsiniz kanalımızı və bizi. Təşəkkür edirəm buradan hər birinizə. Bizim daimi izləyicilərimiz var ki, ən başda desəm, Ülviyə xanım, Xıdır bəy, Sevinç xanım, yəni bunlar Fatimə və s. Klon, sonra yadıma düşdükcə deyəcəm və s. Və bir də Türk dostlarımızdan Merve və Arpaslan, yox, Nevraslan. Səhv etmirəmsə adını düz deyirəm ya yox. İnşallah düz deyərəm Allahın köməkliyi ilə. Yəni bizi daima canlılarımız olurlar və bizi izləyirlər həmişə də. Kanallarımızda izləyirlər. Yəni bir də Elşən bəyimiz var. Yəni bizi daimi izləyirlər həmişə də. Canlılarımızda olurlar, söhbət eləyirik və bəzi ağzı göyçəklər var ki, gözü götürməyənlər deyək. Təbii ki, izləyicilərim də bunu təsdiqləyirlər. Paxıllar, gözü götürməyən, nəfsi götürməyən, ürəyi götürməyən insanlar var ki, canlımızı spama salırlar, qəsdən salırlar. Yəni bunları neynəsən, yenə də fıran başqa bir link açıb təzədən gəlirlər, yenə spama salırlar. Adam inanırsınız, bütün insanı əsəblərini pozurlar, həvəsini çalışırlar öldürməyə. Amma mən buradan siz izləyicilərə, hansı ki dırnaq içərisində olanlar var ki, mən onlara buradan deyirəm ki, siz nə qədər bunu eləməyə çalışsanız da və mənim həvəsimi nə qədər öldürməyə çalışmaq istəsəniz də, naborot əksinə mən sizin bu hərəkətinizə daha çox enerji yığıram və daha çox həvəslənirəm və daha çox YouTube'da olmağa çalışıram. Yəni siz canlımı spama salsanız da mən yenə də canlımı açacağım və Allahın izni ilə, Allah əgər izin verərsə, siz kimsiz ki, bəndə kimdir ki və Allah bu yolu mənə işıqlı göstərərsə və siz kimsiz ki, yəni dırnaq içərisində olan izləyicilərdən, onlar izləyici deyil, onlar mərdməzarlardır. Yəni bu mərdməzarlara dərs vermək lazımdır. Yəni nə qədər çalışın, vuruşun, xeyri yoxdur. Yəni bir çox izləyicilərimiz də inanırsınız o qədər əsəb keçirdirlər də, dəhşət dərəcədə əsəb keçirdirlər ki, nə qədər paxıl, nə qədər insanın içi qurtda olar ki, bu formada gəlib eləyəsən, spama salasan və yaxud da ki, gəlirlər digər blogerlərin, düzdür, hamısı ayrı-ayrılıqda hörmətim var. Şəxsən tanımasam da, amma hörmətim öz yerindədir. Yəni onlar da xanımdılar, onlar da yer gələndə mən də izləyirəm. Yəni rastıma çıxarsa təbii ki izləyirəm. Düzdür, mən ən əsası bir Azərbaycan blogeri var ki, YouTube eridajı. Mən ona daha çox baxıram və ikinci YouTuberdə, 2-3-cü YouTuberdə var. Yəni onları da izləyirəm yeri gələndə. Amma belə rastıma çıxarsa veriliş olaraq niyə də baxmayım ki, maraqlı bir vlog çəkiblərsə, niyə də baxmayım? Və baxarkən də boş buraxmıram, like atıram, yorum yazıram. Təbii ki, mütləq şəkildə bunu eləyirəm. Yəni onlar mənə cavab verməsələr də, yenə bunu eləyirəm. Çünki dəstək olmaq lazımdır insan bir-birinə. Xainə, paxıllıq, qurtuluq eləmək lazımdır. Bu belə şeylər sizi işıqlı yola aparmayacaq. Naborot ayağınız elə büdürəyəcək, orada da qalacaq, sınacaq, qalacaq ayağınız. Nəysə, canlımın izləyiciləri, yəni dırnaq içərisində olan mərdməzarlarımız da var. Sağ olsunlar. Yəni onlar olmasa biz yaxşının qədrini bilmərik məsələ. Baxın, görün nə gözəldir. Siz Allah bunun toxunuşuna baxın. Görürsünüz, çox qəşəngdir. Çox da qəşəng toxunmuşam. Bax, bu super toxunuşdur da. Bunu ayrı bir sevirəm həqiqətən də. Bunu da qattaladıq, qoyduq. Bu balacalıqdır, bunu götürürəm. Bu ucu olmur əyninə. Bunu giyinirlər. Koftaları da çıxardım qabağa qoyum. Bunun zamovu dəyişiləsidir. Çox qəşəng jəketdir. Sadəcə zamovun qoyum üzə. Şalvarımı aparacam dərziyə. Ona görə yəni bura qoysam yadımdan çıxacaq. Əməllicə yadımdan çıxacaq. Bir də bunun zamovu dəyişiləcək. Bütün. Bunu da qoyum. Bu da belə. Sonra burada nə var? Bu mənim bir dəqiqə bağışlayın. Bu mənim Adidasımdır. Görürsən, bu zamovu işləyir. Bunu bəlkə apardım. Rayona gedəndə aparacam deyə. Bunu hələlik qoyuram bura. İndi bu dəqiqə çıxarıb tökməyin adı yoxdur. Qalacaq ortada, bilirəm. Bunlar koftalardır. Bu olmur zaten. Göy. Bu jaketi de bura qoyun. Ay belim.
Bir də indi bura mən jaketlər qoyacağam, koftalar yığacağam. Deməli, gəlin belə eləyək. Başqa jaket var, yox. Şalvarlardan başladıq. Qalın şalvarlar. Qəzeti cırdım. Bura bu arada təzə təmizləmişdim. Yəni narahat olmayın ki, yəni silməmiş təzədən yığdı. Əslində mən buranı tez-tez yığan idim. Sadəcə bir müddət başımı buraxdım, amma o müddət ərzində bir dəfə buraları silmişdim. Zeynəb həmişə deyir ki, ana deyir, bunu deyir, niyə belə yığırsan? Məsələn, bunun şalvarı ilə qoy, bax hələ qol, əlim bütün yaradı, hələ də açılmayıb, yarası düzəlməyib. Hə, deyir ana deyir, şalvarla köynək kostyumdursa bir yerdə qoy, bizə rahat olsun. Deyirəm, elə olanda da siz qarışdırırsınız, hamısını bir-birinə, birini götürürsünüz, aləm dəyir və yaxud da ki, birinin şalvarını götürmək istəyirsiniz, köynəyin zadı olsun, baxırsınız elə nətər gəldi. O da elə dağılır orada. Ondan sonra uçu belə yaxşıdır. Bunu da belə qoyun. Bunu belə qoyun. Bir də belə. Sonra qızlar, bax, burada xırxəşildir əslində. Görürsünüz də, yəqin ki. Bax, bu çostlar hamısı yuxarı qalxacaq. Burada da bəzi köynəklər var ki, mən onları çıxartmalıyam, götür qoy eləməliyəm. Və burada, baxın, bu Zeynəbə uje balacadır, %100 əminəm. Və bu, deyəsən, yuyulub, təmizdir. Dedim, birdən bir dəfə giyinərlər, atarlar. Uşaqlardan nə də son çıxır. Amma nəsə ürəyimdə qaldı. Bunu bir dəfə yuyaram. Sonra bu köynəkdən 2 dənədir. Mən bayaq dediyim kimi hər paltardan 2 alıram. Bu balacadır əyninə. Razmer olaraq balacadır. İnan sənə toya bilmirəm ki, nə geyinəcək. Yağmur, ən çox da yağmura nə geyindirəcəm. Yağmurun bütün paltarları əyninə balacalaşıb. Dəhşətdə, bildiyin dəhşətdə. Bu şalvar naziklərdir deyə, nazik uzun qollardır. Ona görə bura qoyuram. Bu Zeynəbin bağça, ilk dəfə bağçaya gedəndə ora kostyum almışdım. Bunun şalvarı da var idi, köynəyi də var idi. Jileti qalıb. Vallahi giyindirsəm hələ jileti olacaq ona. Çünki o qədər arıqlayıb ki, Zeynəb, dəhşət. Sonra burada nə var? Hə, bunu keçən il babası almışdır. Belə bir dekoru var qabağında, yəni çox qəşəngdir. Bunu mən belə bir dəqiqə qaşların altından dəsmal qoyuram. Bax belə dəsmal qoyuram qaşların altından ki, qaşlar orada koftaya ləkə salmasınlar. Kofta ağdı deyə, paslanar eləyər, nəsə olar, ləkə salmasın deyə qoruyub saxlayıram. Dəhşət ezim. Yağmur demiş, ana deyir, səndən deyir, çıxmayan iş yoxdur da, nə gəldi fikirləşsən. Yəni, xeyirli ideyalar fikirləşənsən. Pis mənada demir, yəni yozmayayım, bunu da deyim. Öncədən biləsiz. Bir də bunun alt hissəsi, koftanın alt hissəsi görünəndi deyə, bunu uşaqlar Zeynəb çox giyinə bilmir. Mütləq şəkildə, yəni altdan nəsə giyməlidir. Onun da çiyinləri bu formadadır deyə çətin olur, narahat olur. Yağmurun sevimli koftası pis günə qaldı. Belə bir burada boynunda belə şey var, ləkəsi düşdü. Deyirəm, onun işinə baxacağım. Düzdür, pası götürə bilməyəcəm heç vaxt. Amma parça olaraq istifadə edəcəm də nədəsə. Prosta hələlik bura qoyuram. Ortaya qoysam, aparsam, harasa qoysam, aləm dəyəcək bir-birinə. Burada da koftalar var, amma burada uzun qol koftalardır. Ay aman. Bax, bunlar qolları deyəsən cırılmışdı, nə idi, yadımda deyil. Bunun işinə baxın. Dərziyə gedəcək, o da deyəsən. Hər nəysə qızlar. Bura uje yarım qollardır, uzun qollar yoxdur. Heç cürə. Başımı da salmışam qəşəng kameranın içinə. Siz məndən başqa yox. Hədə məndən başqa heç nə görmürsünüz. Yox, bunu da qoyum arxaya. Bu qabaq hissə boşalsın. Və bizim əsas öncəliyimiz bəzi şeylər vardı ki, onları düzəltməliydik və düzəltdik də sadəcə olaraq necə düzəltdik? Bunlar balacalardır. Balacalar bura yığıram. Zaten bu arxada giyiniləsi bir şey yoxdur, balacalardır. Onları da götürəcəm. Yəni öncədən deyim, biləsiz. Bu çostlardır. Bunun nənəsi toxumuşdur. Gilas nənəsi. Bu koftanı da hələlik qoymuram, bəlkə giyinərlər. Bir-iki dəfə qışda giyindilər. Yox. Bu balacadır. Bunu da qoymuram. Bu da balacadır. Bunu da qoymuram. Bu da balacadır. Sonra balaca nə var idi, ya Rəbbi? Qoy durum ayağa. Deməli qızlar, koftaları yığıram, hansılar dərziyə gedəcək, hansılar yox. Bunun əslində qolun altı yaxşı deyil. Yağmur qolu həmişə saralandı deyə, yəni tərdən. Əslində çox təriyən deyil, biraz təriyən kimi də qolun altı saralma verir. Bu amma düzəlməlidir. Bu qolunu yarım qol eləmək istəyirəm. Çünki bu dirsək hissələri Zeynəbin koftasıdır, o cırılıb. Yəni süzülüb, cırılıb. Ona görə belə qısa qol eləmək istəyirəm. Bir də belə bir adidasımız var. Adidasında zamoq hissəsi xarab olur və bunu zamoq saldıracağam. Bunu da qoyuram dərziyə gediləsilərin içində. Bu da belə. Bu şəkər də Adidas çox qəşəngdir.
görünüşü zadı möhtəşəmdir. Yağmura da çox qəşəng qalır Sigroğluna. Bunda zamoğu xarabdır. Gələ verəm bunda zamoğunu dəyişdirəm. Bizim bir dənə qonşumuzda Seydə xala var. Bir dənə gözəl insandır. Qızıldır da, qızıl. Allah canına dəyməsin, sağlıqlı ömür versin. İnşallah Allahın köməkliyi ilə. Burada Yağmurun hansı şalvarının remeni idi. Bəzək üçün olan remen, belə remen yox. Hər nəysə, deməli qızlar, baxın. Bir səbət çekli paltar. Düzdür, bu sırf buradan çıxmıyor. Əvvəlcədən də var idi. Amma bu yubqanda burada belə ətək hissəsində belə rezinka var yığmaqdan ötürü. Amma yığanda da təsəvvür ki, baxın, yubqa bu formada görünür, pis görünür. Ona görə heç onu ətəyin fikirləşirəm ki, ay, ay, əlhəmdülillah, şükür. Burada rezin yeri var, onu çəkib qabağa. Bunun işini özüm həll edəcəm. Bunu çıxardacağım. Qəşəng dadı var. Onun başqa cürəsi də var. Birazdan ondan verərəm. Bu şokoladlı da, vanilli də var səsi. Bir də şey var, karamelli. Deməli, bunları yumuşam. Bunların ikisini yumuşam. Bunu arxaya qoyuram. Əslində bu şərf hissəsindən girmirəm. Çünki havalar inşallah gələn həftəyə qədər tamamlansın. Nə eləyir eləsin. Ondan sonra baxarıq. Burada da Yağmurun günlük giyindiyi şalvarıdır. Ürəyə gedir bu şalvardan ötürü. Şalvarını qoyum. Sonra təmizləyir. Mən qolların altını iyilirəm. Bir də şalvarların özlərinin belini iyilirəm ki, təriyi varmı ya yoxmu. Şalvarıdır, məktəb şalvarıdır. Təzə yumuşdum, pis günə qoyub nə üçün? Yəni qırışıq-qırışıq edib də bir sözlə. Heç əslində bu məktəb şalvarının özü deyil. Məktəb şalvarı lasin kimidir. Mən də sevmirəm. Qız uşağıdır. Yəni lasin giyinərsən, məktəbə yox. Yəni məktəbə rahat bir şey lazımdır, geniş bir şey lazımdır. Uşaq əyilir, qalxır, forması, figurası çox pis görünür elə olanda. Ən zəhləm gedən şeydir də. Ona görə enli şalvar alıram. Ümumiyyətlə enli şalvar çox gözəldir. Həm xanıma çox qəşəng yaraşır, hər bir xanıma. Mən o məktəb üçün olan şalvarı deməli kostyum yerindən almışdım. Klassik şalvardır, pol klassik dajı. Bir də Yağmurun sevimli Adidası. Əslində mənim də xoşum gəlir. Çox rahat, yumuşaq Adidasdır. Həqiqətən də. Yatanda bunu giyinir. Təmizdir. Baxın, bir dəfə giyinib, gətirib atıb bura. İndi burada da çirklənəcək. Qoluna baxın. Bəlkə beyni çöndü. Şeyə giyindi. Bu arada bayaqdan bilirəm, eşidirsiniz. Qobustana gedəcəyik. Amma nə vaxt gedəcəyik, onu demirəm. Bu sürpriz olaraq qalsın. Vlog gələndə maraqlı olsun sizə. Hə, bəs bu koftaları mən çıxartdım, hara qoydum? Bax, bura. Deyirəm, axı, bura niyə boşdur? Koftanı qoyun bura, yarım qoldu. Burada nə var ki, bağlam? Qalıb arasında. Mən də deyirəm, niyə bağlam? Yo, nəsə problem var, nəsə problem yaşayır. Görək. Şanellərin ki, qapıları bağlanmayandı tam. Dəli oluram, tansiyon. Gəl, maqnitləşmə almayıb bunlara. Hər neysə. Bunları da yığıram arxaya. Təsəvvür edin ki, biz toyda getməliyik. Toy üçün də paltar bir dəfə də belə şifonyer. Yəni söküləcək bir sözlə. Yığılacaq çamadana. Sonra gələndən sonra təzədən bir də yuyulub yığılacaq yerinə. Bunu da bura qoyum. Heç bilmirəm, bu Zeynəbə olur, olmur. Bunları da qoyum bura. Bu da qalın koftalarıdır. Koftalanda, emin o demirəm, Yağmur bu sənindir, Zeynəb bu sənindir. Alıram, ikisi də giyinirlər, əyinlərində, yoxlayırlar hərəsi birini. Sonra deyirəm ki, dəyişənək giyinirsiniz. Yəni, dəyişənək nə üçün? Yəni, dəyişənək başqa cür mənadadır əslində. Yəni, bir-birinizə verirsiniz, dəyişib giyinirsiniz də. Sən onun koftasını giyinə biləsən, o sən iki bacısız, ikinizdə də çox şükür, heç bir, yəni, keçici bir problem yoxdur. Əlhəmdülillah, min şükür. Allah elə insanlarda köməyində olsun. Yəni, burada iki bacı niyə atsini? Mənə çatmır ki, bəzi xanımlar var ki, deyirlər ki, bəs şeydir də, bu çirklidir. Hə, deyirlər ki, iki bacı bir-birinin paltarını giymir, iyrənirlər bir-birinə. Niyə iyrənməlidirlər ki? İkisi də eyni ananın övladıdır. Düzdürmü? Yəqin mənlə də razılaşarsınız. Eyni ananın övladıdır. Əgər başqa bir problemi yoxdursa, hansısa bir dəri xəstəliyi yoxdursa və ya dəri narahatçılığı yoxdursa, niyə də geyinməsinlər? Mən çorapları düz üzünə atıram, qalan paltarları tərs üzünə atıram. Desəz ki, niyə düz üzünə atırsan? Ona görə ki, ən çox çöl hissəsi yerdə olur da, dəyir, ayaqqabının içində olur, qaralır, çirklənir, tərləyir. Ona görə corabların hamısını düz üzünə yuyuram. Baxın. Hərəsinin yanına, qırvatların yanına 2 dənə kreslo qoymuşam. Hərəsinin yanına bir kreslo da. Yəni çıxartdıqlar
Ay, burnum qaşındı. Hə. Yəni hələsi öz paltarını, öz yerini bilsin deyə. Bu da belə. Bunu görüm. Bunu da giyinim. Amma digər qalın paltarları, yəni ümumiyyətlə digər paltarları hamısını tərs üzünə yuyuram. Bu Adidası, bayaqki Karişnovanın Adidasıdır. Bəs yaşılın Adidası hə buradadır. Görüm, tərtəmizdir. Bunu elə rayona da götürə bilərik. Rayon axşam vaxtı soyuq olur. Biz ucara gedirik, ucar isti olur deyəcəksiniz. Hə, bəli, razıyam. Amma dəhşət dərəcədə axşam soyuq olur həqiqətən də. Adidasları mən lütfü bura qoyum belə qalın Adidasları. Çünki oraya yerləşdirə bilməyəcəm. Bu da Zeynəbin Adidasıdır, yaşılın. Görüm, təmizdir. Qoyum hələlik şifoniyə. Bir dənəcə qolu bulaşıqdır. Belə özü təmizdir. Amma Yağmur yəni bir dəfə geyinib çimən zamanında. Üstüyə qoyub ora. Yağmurun şifoniyə qoymaqla ümumiyyətlə arası yoxdur. Nə üçün? Deyir, mən qoyanda dağıdıram. Ona görə Zeynəb yığır. Paltar işinə Zeynəb baxır, dəftər kitab işinə də Yağmur baxır. Yağmur bacısınkində, özünkində hər ikisini də qəşəng səliqəli şəkildə yığır, səliqə hamısını öz akuratla öz yerində də dəftər kitabı. Sonra baxın, bu Yağmurun uzun qol köynəyidir. Görürsüz qolunu. Bilmirəm görürsüz ya yox. Baxın, görün nə vəziyyətdədir. Bilmirəm görürsüz ya yox. Beşinqada da qalıb elə pis gündədir. Otağın işığını yandırmamışam. O tərəf qaranlıq düşür, bu tərəf işıqlıdır. Çünki pəncərədən işıq gəlirsə, bəs eləyir. Yəni pəncərənin qabağında iş görürəm də. Amma indi o tərəfə iş görsəm sırası yandıracağam. Baxın buranın halinə. Buranı bağlayayım. İşığı yandıram. Hələ saat 6-dır. Səhv etmirəmsə 7-yə işləyər 5 dəqiqə falan. Deyirəm nə qədər vaxtım var. Bunları biraz yerləşdirim. Yağmurun yorğanın üzünün zadını çıxartmışdım. İndi keçirəcəm. Bu maykasıdır, atım yumağa. Bu Zeynəbin paltarıdır deyəsəm. Bunu atım yumağa. Pis gündədir. Hər iyi verir. Əlimin yarısı da sağalmayıb deyə öldürür də əlim. Həqiqətən də. Çox pis ağrıdır. Harasa dəydi, paltar dəydi. Nəsə oldu, başlayır ağrı verməyə. Görün bu. Təmizdir. Bunu da qoymuş vanirə. Aslında bunun paltarını yox, orada koftası. Bunu qoymuş vanirə. Giyinər. Sonra buradakı paltarları bura qoyun. Yatmaq, ev paltarını bura qoydum. Mənim əziz giramım. Onu da bura qoyuram əslində arada. Çünki tənbəllik eləyir mənim qızım. Şifonieri açıb nəsə yığmaq, götürməyə. Üşüyər, ölər soyuqdan, amma açıb götürməz. Gəlib kimsə gəlsin, versin. Bu Zeynəbindir. Səhər-səhər giyinəcək. Əslində bu Yağmurundur. Prosta bunun üstü niyə bu gündədir? Slime tökülüb. Ay sən Zeynəb. Slime olub deyə əlində. Slime ilə də mənim zəhləm gedir. Prosta uşaq da istədi. Belə alan deyiləm slime. Atlasın açılışına gedəndə gördüm orada. Dedim ki uşaq da bir dəfə bir şey istəyib. Yəni daha çox istəyib, onu almamışam. Dedim bir dəfə alım görüm nə olacaq. O da ki peşman elədi məni. Bir daha neynəmərəm? Almaram. Tabii ki ağzı da cibimdə. Hiss olunur ki şirin quşudur baxız. Şirin quşu. Həqiqətən şirin quşu deyir. Siz niyə? O qədər şirini sevir. O qədər. Dəhşət sevir də. Bu arada bu lüstrdə bizim o biri otağımızda, o biri otaq deyirəm, o biri evimizdə İspaniyamızın lüstrü. Biz İspaniyaya lüstr aldıq. Elə 2 gün, 3 gün işlədi cehizlikdə. Syo, işıq yandı. Yəni belə dairəli olur, taylkalar. İnanc burada ucu elə pis qaşınır da. Heç nə də niyə narahatçılığım yox. Sadəcə belə qaşı qalmışam. Hə, xarab oldu, işləmədi. Pultlu bir şeydi, lüstr idi. Zaldakı işlədi, o işləmədi. Elə deməli cehizlik salınandan sonra bir neçə gün işlədi, ondan sonra yanmadı. Sonra mamam dedi ki, mamam da bilmirdi də. Nəysə bir müddət dedim ki, düzələr özünə gəlir, usta gətirdi, biraz işlədi, dayandı, usta gətirdi, düzəltdi, işlədi. Axırda dedim yox, nəsə mamamla danışırdım. Dedim ki, mamam bəs lüstrü daha 40 dəfə usta gətirmişəm, düzəltdirmişəm, xeyri yoxdur da. Mama dedi ki, valla tulla gəlsin onu, məsələ təzə lüstr alacaq. Bizim də orada otağımız çox balaca idi, 3-4 idi, amma çox balaca idi. Nə üçün balaca? Hər 5 onun içindəydi. Ona görə mamam bu lüstrü o ev üçün almışdı. Mən də o otaq da onsuz da balaca idi, belə bir otaq idi. Mən indi bu lüstrü bura taxmışam hələlik, amma sonrasında işini görəcəm, yəni başqa lüstrlər alacağam. Hər şey yavaş-yavaş eləyirəm. Videoma axıra qədər baxdığınız üçün təşəkkür edirəm əzizlərim, canlarım, gözlərim. Hər birinizi var olasınız və hər birinizi öpürəm. Balacaların üzündən, yanağından öpürəm və yaşlıların gözlərindən öpürəm. Sağ olasınız, var olasınız. Bir də abunə olub, like atıb, yorum yazmağı da unutmayın. Əgər abunə olsaz, like atıb, yorum yazsaz, xalanızı, bacınızı, qızınızı çox sevindirərsiniz. Hələlik.